Salam olsun əmirə. Sakin. Ahır ki tuttum. Ahır ki tuttum. Bu balaca şeytanı tuttum. Nihayet ki tola düştüm. Bu sırgalı balığı görürsen hem güzeldir hem de celt. 10 gündür ki ben bunu güdürdüm. Sen ne istirdin? Mərvdən qasid gəlib. Özü ilə 2 məktub gətirib. Kəsir. And içmişim ki sırgalı balığı tutmayınca izin vermeyeyim onu zindandan bıraksınlar. İndi ki bu güzel məxluqu tutmuşam, sözümə əməl edib icazə verirəm ki o 2 ayaqlı heyvanı bıraksınlar azadlığa. Gözəlçi. Tez zindana get və kəsiri mənim yanıma gətir. Get. Yaxşı, cənab vəzir, qulağım səndədir. Nə istəyirdi? Əmiri belə mühüm və vacib işlərdən ayırdığıma görə üzr istəyirəm. İstəyirdim deyəm ki, Mərvdən qasid gəlib və sizə 2 məktub gətirib. Biri İsa Cəludidən, Əbu Yunusdan və... Nə deyirlər? Peşiman olduqlarını bildirirlər və istəyirlər ki, onları bağışlayıb əhv edəsiz. Qələt edib istəyiblər. Heç bir güzəşt yoxdur. Demişəm bu sarayın ortasında boyunlarını vuracağam. Əmr sizin əmrinizdir. Amma əgər icazə versəniz, bir müddət onlardan istifadə edib, Mərvin vəziyyətindən, Fəzil İbn Səhlin və Məunun niyyətlərindən baxəbər olardıq. Ziyan görmərik. Yaxşı, istifadə edin. Amma unutma ki, boyunlarını vuracağam. 2-ci məktub Əmirzadə Abdullah Məmundandır. Yəqin o da peşiman olub bağışlanmağını istəyir, hə? Xeyr, onu istəmir. Bəs nə deyir? Əmir əl-Möminə nəsiyyət eləyərək Məkkə əhdnaməsini xatırladır. Əhdnaməni bizə xatırladır. Aç kapını. Sen gel bayıra. Ne olur? Gel, Əmir əl-Möminin səni istəyir. Ne için? Biz bilmirik. Əmr eləyib səni hüzuruna aparaq. Bəlkə səni bağışlayıb? Ne bileyim. Belki de beni cəllada tapşırmaq istəyir. O qədər vaxtdan sonra? Bəli. Her şey olabilir.
Əgər sağ qalsam, dalınca gələcəm. Əgər gəlməsəm, Tez ol. ki, Yekəva şaxmaq. Başından böyük danışır. Mənim andımı yadıma salır. Harunun vaxtı geçti. İndi mənim devranımdır. Mənim devranımdır. Əgər anda və əhnamiyə əməl eləsəydim, indi xəlifə ola bilməzdim ki. Bu çürümüş əhnamənin artıq heç bir etibarı yoxdur. Ondan sonra əmr edəcəyəm, heç bir xütbədə məmunun adı çəkilməsin. Mən onun yerinə Musanın oğlunu vəliəhd təyin edirəm. Siz buradasınız anacan. Gözün aydın olsun. Mətbəx kənizləri sizin yerinizi tutmaq istəyir. Kəniz Məracinin oğlu istəyir mənim canişinim olsun. Sən bir dünyanın gərdişinə bax. Məslik nütfəsindən tövriyənin biri indi başında xəlifəlik sevdası gəzdirir. Fəzl İbn Rəbiyə söylə, məmunun anası kim olub? İbn Rəbi, bilmək istəyirsən ki, məmunun anası kim olub, o necə dünyaya gəlib? Yox oğlum, sakit ol. Yox! Sizin sakit durub sir saxlamağınız onu belə cürətləndirib. Gərək hamı onun alçaq keçmişindən xəbərdar olsun, onda öz həddini aşmaz. Doğrudan maraqlıdır. Neçə illər öncə məni bu anam atamla şərt kesib və onu şərtlə udub. Qoyulan şərtə görə də əmr eləyib ki, atam sir sifətdə cəhənnəm ifritələrindən geri qalmayan bir kənizlə yastığa baş qoysun. Məmun da bu nütfədən əmələ gələndir ki, indi xəlifəlik yuxusu görür. Məyər belə olmayıb böyük xatun? Yenə sükut, yenə gizlədirsən, axı nə vaxtacan? Aman dünənin o günahından ki, bugünün əzabına çevrilir. İbn Rəbi, indi get bütün göstərişlərimi yerinə getir. De ki, o ləyaqətsiz kəniz oğlunun adını bütün xütbələrdən çıxarıb Musanın oğlunu mənim canişinim kimi tanıtsınlar. De get. Kəsir, dostum. Gördün səni bağışladı. Bilirəm ki, o zindanda başın nələr çəkir. Amma daha qutardı. Söz vermişdim ki, sırğalı balığı tutmayınca səni azad eləməyəcəm. İndi tutmuşam. Gəl. Gəl bax. Gəl. Gəl gör nə gözəl. Rənginə, qanadına bax. Gör necə üzür. Görsən. Gözəldir. Hə? Dayanın. Deyəsən siz şaşmısınız. Mədinənin darvazası bu tərəfdəndir. Bilirik,
Bəs o tərəfə niyə gedirsiniz? Peyğəmbər övladının evinə gedirik. Niyə? Ziyarətə. Təkcə ziyarətə? Ziyarət və icazə üçün. İcazə? Bilmək istəyirik görək icazə verir sənin göstərişinə əməl eləyib qəbiləmizin kişilərini döyüşə göndərək ya yox? Xəlifəyə kömək üçün əvvələ səndən icazə alırsınız? Məyər sən buna müxalifsən? Əlbət ki, müxalifəm. Məyər siz mənə söz verməmişdiniz? Peyğəmbər övladının razılığı olmadan heç bir əhdin etibarı yoxdur. Elədir. Elədir. Bəs siz elə indicə xəlifənin mərhəmətinə layiq görülmədiniz? Yaxşı olar xəlifənin mərhəmətini Peyğəmbər övladı ilə görüşdən sonraya saxlayaq. Hara gedirsiniz? Dayanın. Ne olur? Ne istiyorsunuz? Gidin evinize. Ne oldu? Əvvəl Həsən icazə vermədi. Buyurdu, möminlər bu fitnəyə qarışmamalıdırlar. Buyurdu ki, ilahi zalımı zalimla üzləşdir. Mənə ver. Ver, mənə də ver. Mənə də ver. Bəs mən. Ver. Ver, mənə də ver, ver. Mənə də ver. Mənə də ver. Mənə də. Mənə də ver. Bəs mən? Aç qapını. Siz iki nəfər, yığışın gəlin. Geri çəkilin. Geri çəkilin. Geri çəkilin. Kapını bağla. Gedin. Götürün. Gəlin mənim dalımca. Sərdar. Mənə Sərdar deyirsən? Bəli. Unutmusan? Biraz bundan qabaq mən sənin məhbusun idim. Yox. Mənim məhbusum olan günahkar və müqəssir idi. Sizsə əmir əl-mömininin müşavirisiz. Bunlar başqa şeylərdir. Yaxşı, nə istəyirsən? İstirdim deyəm ki, bizə kin saxlamayasınız. Biz əmir quluyuq. Yaxşı, çalış bundan sonra gözümə dəyməyəsən. Yoxsa bir anda canını alaram. Gəlin. Hey, iki nəfər. Buralarda nə inirsiniz? Sərdar,
Biz 3 nəfərik, 2 nəfər yox. Bu iki məhbusu deyirəm. Məhbus? Mən də məhbus idim. Unutmusan? Siz xəlifənin əmri ilə əfv olunmusunuz. Bu 2 nəfər də mənim əmrimlə əfv olunub. Sizin? Bəli, mənim əmrimlə. Bilmirsən mənim əmrim xəlifənin əmridir? Məni bağışlayın. Mən sizə icazə verə bilmərəm. Gərək yuxarıdan göstəriş alam. Sən bizə icazə verə bilməzsən? Sən alçağın biri mənə deyirsən icazə verə bilmərəm? İstəyirsən əmr elin bu 2 nəfərin yerinə səni zindana salsınlar? Nə xəbərdir burada? Bu 2 nəfər zindandaydı. İndi çıxıb getmək istəyirlər buradan. Bu mənim əmrimdir. Siz də əmrimdən çıxırsınız? Yox canım, sizin əmriniz xəlifənin əmridir. Yaxşı ki, heç olmasa biriniz xəlifənin göstərişindən xəbərdarsınız. Tezliklə ədəbsizliyinin cavabını alacaqsan. Dəli olmusan kişi. Tez özünüzü şəhərin dərvazasına yetirin. Bir nökər sizi 3 atla gözləyir. Bu üzüyü ona göstərin, şəhərdən çıxın. Özün gəlmirsən? Gələcəm. Balaca bir işim var, onu görməliyəm. Tezliklə sizə qoşulacağım. Gedin, gedin. Gedək. Ay uşaq! Bunları saraydan yola salın. Qoy elə bura. Tahirə, ora bax. Gəl. Dayanın, hara deyil. Elə burada gözləməliyik. Əmir. Siz buradasınız? Hardaydın? Öldüreceğim. Kesir. Neymişsen? Öldüreceğim. Kesir. Ay kesir. Bana bey. Kesir. Bırak beni. Neymişsen? Neymişsen akı? Ay kesir. Öldüreceğim. Bana bey. Bana bakın sen neymişsen? Seni öldüreceğim. Gözetçi. Gözetçi. Elimi bırak. Beni öldürmek istiyor. Öldüreceğim. Alçağını. Öldürmek istiyor. Bırak elimi. Bırak. Köleğini. Öldüreceğim seni. Seni öldürmek istiyor. Öldürün ahlağı. Seni öldüreceğim. Bırak. Elimi bırak. Neynirlər? Həmişəki kimi zarafat eləyirlər. Öldüreceğim. Öldürün onu. Ne olur? Öldüreceğim. Zarafatlaşırlar. Öldürün onu. Öldürün onu. Öldüreceğim. Öldürün onu. Öldürme istiyor. Öldürün.
Məni öldürmək istəyirdi. Tez aparıb şəhər darvazasından asın onu. Öldürmək istəyirdi. Məni. Gəlməli. Səbr eləyək. Nökər dedi ki, elə burada duraq. O kimdi? Bizim gözlədiyimiz adam. Bırak. Kaldır. İnna lillah ve inna ileyhi raciun. İndi neyləməliyik? Heç nə. Heç nə əlimizdən gəlmir. Gözləyək ara sakitləşsin. Səs küsüz şəhərdən çıxıb gedərik. Bu melun Emir el-Mümininin canına qəsd eləyib. Lənətə gəlmiş cəsədi bir həftə burada qalacaq. Gedək. Zindana qaydan deyiləm. Siz şəhərdən çıxın. Bu iki nəfəri də o haramzada azad eləmişdi. Tutun onları! Gelin, alın qapıları! Tutun onları! Koymayın kaçsınlar! Burada dayanmayın. Gidin askerleri haber verin. Darvazanı açın. Açın darvazanı. Gelin askerlere haber verin. Tutun onları!
Rəşad! Əmir! İbn Ədi! Kesin! Öldüreceğim. Bana bakın sen neydisin? Seni Ne olur Zarafatlaşırlar. Öldürün onu! Öldürün onu! Koş onu öldüreceğim. Koş onu. öldürün onu. Beni öldürme istiyor! Öldürün. Beni öldürmek istəyirdi. Tez aparıp şehir darvazasından asın onu. Hey! İki nəfər sizinlə nə? Neyniyək? Zindana qaydan deyiləm. Siz şəhərdən çıxın. Bu iki nəfəri də o haramzada azad eləmişdi. Tutun onları! İbrahim, yaxşı başa düşmədim, nə demək istəyirsən? Deyirsiniz biz İsa ibn Mahanla döyüşək? Bəli, Məmunla Hoqqabaz Ateşpərəsin tərəfindən? elədir. Nə danışırsan? Bu nə sözdür? İstəyin nədir? Məmun bizim düşmənimizdir. Dayanın, səbr eləyin. Qulaq asın. Biz demirik ki, təklifimizi hökmən qəbul eləməlisiniz. Desəniz də qəbul eləməyəcəyik. Nə biz sizin başçınızıq, nə də siz bizə tabi olmağa məcbursuz. Əlbəttə ki, məcbur deyilik. Cəfər, həm siz, həm də biz Əli İbni Əbi Talib xanədanın tərəfdarıyıq. Buna ki şübhəniz yoxdur. İndiyəcən olmayıb. Sonrasını Allah bilər.
Qardaşınız Cəfər İbni İshaq bərk narahatdır. Biz də narahatıq. Bizi nə sayırsınız? Bizim sizdən təbəqqəmiz yoxdur. Sadəcə köhnə dostluğumuz naminə icazə verin öz sözümüzü söyləyək. Hətta fikrinizcə düzgün olmasa da. Mən nahaq söz eşitməkdən heç də qorxmuram. Dözə bilərəm. Vacib deyil deyilənlərlə eşidilənlərin hamısı adamın xeyrinə olsun. Amma əgər kimsə iblisi aradan götürmək üçün məni şeytanla əlbil olmağa çağırırsa, bunu heç cür qəbul eləyə bilmərəm. Hətta bu sözü köhnə dostlarımdan biri desə də. Düzdür. Düz deyir. Mən öz köhnə dostlarımı, Davudu, İsmaili, İbrahimi yaxşı tanıyıram. Onlar əvvəllər belə sözlər deməzdilər. Deyin görün, bu 5 ildə Harunun zindanında sizə nə olub? Cəfər, qardaşım, biz hamımız bilirik ki, sənin incə və nurlu qəlbin var. Elə söz söyləmə ki, sonra onu deməyindən peşiman olasan. Oldu. Söz verirəm ki, daha danışmayayım. Öz sözümə sadiq olmaq üçün sizi tərk eləyirəm. Hara? Hara? Hara gedirsən? Əli, sən bütün söhbət əsnasında sakit durub danışmadın. Fikrini bilmək istəyirəm. Sən nə istəyirsən? Nə deyəcəyəm? Mən də elə İsmail'in dediyini, Davud'un dediyini, İbrahim'in dediyini və sən deyəni deyirəm. Məqsədin nədir? Demək istəyirəm ki, sənin sözün elə bizim sözümüzdür. Bizim sözümüzsə düşüncəyə və ağla əsaslanır. Cəfər, biz illərlə bir yerdə vuruşmuşuq və Abbasi xanıdandan nifrət hələ də qəlbimizdədir. İndi də işlə dəyişməyib. Söylədiklərinin əksinə olaraq zindan bizə heç bir təsir eləməyib. Biz elə əvvəlki adamlarıq. Qəlbimiz sənin qəlbinlə bir vurur. Elə isə sən də ürəyindəkiləri dilə gətir və öz ağlınla düşün. Onda görərsən ki, hamımızın niyyəti birdir. Nə oldu, neynirlər? Tərəfdarları hələ də çölə səpələniblər. Sərkərdələri isə çadırda məsləhətə əyləşiblər. Onların bizə qoşulması məncə döyüşün aqibətinə heç bir təsir göstərməyəcək. Cəmi bir neçə kiçik tayfadır. Səhv eləyirsən. Əvvəla onlar əqidələri naminə döyüşürlər. Qənimət və mal-dövlət naminə yox. Düşmənlərini lərziyə salan da elə budur. İkincisi də onların ordumuzda olması bizim İsa ibn Mahanla döyüşümüzü üzürlü göstərəcək. Bütün İranlılar başa düşəcəklər ki, İsa ibn Mahanla döyüş bir vəzifədir. Məmunla dostluq demək deyil. Məmunla düşmən olmağına baxmayaraq, onunla birlikdə İbn Mahana qarşı döyüşmək olar. Bu məsələnin bizə çox xeyri ola bilər.
Salam olsun Xorasan əhlinin köməyinə qalxmış möminlərə. Salam olsun indiyədək Əli dostlarına qarşı heç bir düşmənçiliyi olmayan Tahir İbn Hüseynə. İnşallah olmaz da. Ümidvarıq. Buyurun. Sərdar, olmaz ki xəlvətdə danışaq. Sərdar, sən Abbasi xanedanı ilə Abdullah Məmunun tərəfdarısan, biz isə düşmənləri. Biz bura İsa ibn Mahanla döyüşə gəlmişik. Bunun da mənası? Bilirəm. Biz tərəfdarlarımızla sənə qoşulur, rəhbərliyini qəbul edir və döyüşün sonuna dək əmrlərinə tabi oluruq. Amma bir şərtlə. Elə ki döyüş başa çatdı, nəticəsindən asılı olmayaraq daha rəhbərimiz deyilsən. Ondan sonra özümüz bilərik, hara istəsək gedərik. Qəbul edirsən? Əgər döyüş İsa ibn Mahanın qələbəsi ilə başa çatsa, sizin şərtinizin icrasına zamin mən yox, o olacaq. Amma Allahın köməyi ilə biz qalib gəlsək, onda azadsız. Nə istəyirsiniz edin? Və hara istəyirsinizsə gedə bilərsiniz. Sualım var. Sənin adamların elə bu qədərdir? Yoxsa hiylə işlədib qalanlarını gizlətmisən ki, münasib vaxtda döyüş meydanına daxil eləyəsin? Ümidvaram ibn Mahan da sənin kimi düşünəcək. Amma həqiqəti sizlərdən gizlədə bilmərəm. Hal-hazırda indi gördüklərinizdən başqa qoşun ləşkərim yoxdur. Bəlkə ayağınız yüngül oldu. Yeni dəstələr gəlib özünü çatdırdı. Onda hər şey qalır bəxtimizin gülməsinə. Elə. Nə oldu? Heç nə tapmadıq. Qupquru bərəkətsiz səhradır. Nə ov var, nə də xurma ağacı. Heç nə. Bəs məharət və cəngavərlik işinizə yaramadı? Ancaq at çapı qılınç çalmaq öyrəmisiz? Olmayan yerdə neyniyək? Əgər inanmırsınızsa, özünüz yoxlaya bilərsiniz. Yox, acılığa dözmək qadın işini öhtəmizə götürməkdən daha yaxşıdır. Qadınların işini? Tahirə, qızımız olsa yadında qalsın ki, at çapmaq, qılınç vurmaq əvəzinə biraz da evdarlıq öyrədək. Öyrədək ki, ərinin qarnını doydura bilsin. 3 gündür ki, bir tikə çölə yeməmişik. Aclıq lap əldən salıb bizi. Qadınlarımızın səhərindən heç bir iş gəlmir. Müşkülünüz odur ki, əqidəli müsəlman deyilsiniz. Nə deyir? Heç nə. Söz altında qalmamaq üçün boş-boş danışırlar. Aclığın müsəlmançılığı nə dəxli? Dəxli odur ki, müsəlmanlar oruç tuturlar. Onlar aclığa oruç tutmayanlardan daha çox tab gətirə bilirlər. Eşidirsən İbn Əqil? Fəzil ibn Səhlin qızı orucdan, müsəlmançılıqdan danışır. Maraqlıdır. De görün belə hikmətamiz sözləri kim sənə öyrədib? Tahirə. Tahirə? Allah bizə rəhm eləsin, əmir. Əgər bildiklərini bir-birlərinə öyrətsələr, onda vay bizim halımıza. Vallah, düşmənçilikləri dostluqlarından yaxşı idi. Dörd nəfərdilər. Əskərlərdir.
Heç nə görmürəm. Gəlin qaçaq. Tutsalar əsir eləyib aparacaqlar. Neyniyək? Bilmirəm. Birdən əskər olarlar. Tapşırıblar ki, əsir düşməyək. Gəl. Yaxşı yemək gəlir. Mən hiss eləmirəm. Niyə? Mən yemək yeyini yaxşı gördüm. İllah da az olanda. Bu tərəfdə. Dayan. Orada əskərlər ola bilər. Hacı qılınca çapar. Yemeğe göre bizi ölüme yaparsan? Dinme gel. Bizden korkup kaçtılar. Asker olsaydılar kaçmazdılar. Sözsüz ki bu yakınlarda gizlenirler. Bizden korkmuyor. Biz ne askerik ne de kuldur. Sadece az misafirik. İndi rahat oldun. Eyleş. Ha, bu da hazır yemek. İndi eğer mümkün yemek işlerine buyurun gelin siz bakın. Bu ki bizim değil. Bəs kimindi? Fağırlar koyup kaçıblar. Yemesez naşükürlük eləyərsiniz. Biraz tez ol Gülnaz. İki nəfər kolluqda gizlənib. Görmüşüm. İki nəfər bizə yaxınlaşır. Bilirəm. Nuş olsun. Yemek sizin değil. Allah'ın bereketidir. Xəcalet değil. 3 gündür ki hiçbir şey yememişik. Açlık elden salmıştı bizi. Eybi yoktu. Yiyin. Yoldaşlarımız kaçtılar.
Yemək paylarını özlərindən daha az olanlar üçün qoydular. Əsgərlərin qorxusundan? Bəli. Buyurun. Allah bərəkət versin. Çoxdur, hamıya çatar. Müsafirsiz? Bəli. Neçə gündür bu yollarda sərgərdanıq. İbn Mahanla Tahirin qoşunlarının qorxusundan bilmir hansı tərəfə gedək. Deyirlər kimi görsələr tutub bir yara aparırlar. Yolunuz haradır? Allah hara göstərsə. İş axtarırıq. Siz Mərvə gedirsiniz? Bilmirəm. Bəlkə də. Allah bilər. Allah bilər. Al ye. Benim için çoktur. Sen de kaçsan. Ne olur? Gözünü məndən çəkmə. Niye? Ne olur? Heç nə. Qalx, hazır ol. Sizin yolunuz haradır? Arvadımla mən Mədiniyə gedirik. Hamımız Mədiniyə gedirik. Düz deyir. Yaxşı olar siz Mərvə getmək fikrindən daşınasınız. Biz orada olmuşuq. Yaxşı yer deyil. Aclıq və quraqlıq baş alıb gedir. Elə keçən il taun xəstəliyindən Mərvdə minlərlə adam öldü. Düz deyir. Biz eşitmişik Abad şəhərdir. Allah lənət eləsin. Yalan deyirlər. Biz də elə belə sözlərə allandıq və bir şey qalmamışdı ki, canımız əldən getsin. Elə deyil. Elədir. Eşitdiniz? Siz səxavət göstərib bizi öz yeməyinizə şərik elədiniz. Nuşican. Mən də bu qonaqpərvərliyin əvəzində sizə elə bir məsləhət vermək istəyirəm ki, ondan ancaq xeyir savab tapasınız. Nə məsləhət? Ayağınızı Mərvə basmayın. Başa düşmürəm. Onunla nə demək istəyirsən? Məsləhətimi qəbul eləməyə hazırsınız. Əmir, nə danışırsan? Qimmə İbn Əqil. Yaxşı. Cavabınız nə oldu? Dost kimi danışmırsan. Sualımın cavabı ancaq bir kəlmədir. Hə, ya yox? Biz hara istəsək gedəcəyik. Belə məsləhətə də ehtiyacımız yoxdur. Neyirsən Əmir? Gülnaz ne olur? Bilmirəm, əmirdən soruş. Bunlar atan Fəzl İbn Səhili qətlə yetirməyə gedirlər. Hardan bilirsən? Bilirəm. Elə deyil? Eşidin. Bir halda ki siz Mərvə getmək istəyirsiniz, onda bizimlə getməkdən başqa çarəniz yoxdur. Əmir, gəl bu işdən əl çək. Mən onlara məsləhət verdim, amma qulaq asmadılar. Biz onlara borcluyuq. Onların duz çörəyini yemişik.
o qədər də sadəlöf deyiləm ki, qaynasamın canını bir tikə çörək satım. Qalxın. Getməliyik. Nə deyirsiniz? Sizdən ayrılmalıyıq. Sərvərim, ərim səfərdən qayıdıb. Sizi görmək istəyir. Ərin? Baş vəzirə salam olsun. Xoş gəlmişsən. Ona cavab getirmişsən? Bəli. Kimsə bura gəlməyindən xəbər tutdu? Xeyr. Apar çatdır. Dayan. Qızımla, kürəkənimdən xəbərin yoxdur. Xeyr mənim ağam. Yaxşı. Get. Əmirli Gülnazdan xəbər gətirmişdi. Yox. Narahat olma. Onlar özlərini qorumağı bacarırlar. Bilirəm. Bəs nə haqda fikirləşirsən? İbn Rəbi bu üç əbləhə, İsa, Cəludiyə, Əbu Yunusa və Əbu İmrana məktub yazıb, onlara bildirir ki, əmin tərəfindən bağışlanmaları İsa İbn Mahanın şəfaətindən asılıdır. Bildin nə deyir? Yox. Üstörtülü başa çalmaq istəyir ki, İsa İbn Mahanla əlaqə yaradıb, lazımı xəbərləri ona çatdırsınlar. İndi gərək onların dilindən İsa'ya elə xəbər çatdırım ki, nəticəsi bizim xeyrimizə olsun. Görüm, nə tapıram. Hə, Fəzil. Nə baş verib ki, bizi təcili bura yığmısan? Mənim ağam, sevindirici xəbərlər söyləyəcəm sizə. Sərhədlərdəki adamlarımızın və sərbazların qasidi indicə gəlib, elə yaxşı bir xəbər gətirib ki, hamının huzurunda dərhal xidmətinizə çatdırmaq özümə borc bildim. Xəbər gətiriblər ki, Ərzurum valisi, Kabil şahı, Yəmən, Küfə, Mosul, Hicaz, Vasid və Azərbaycan hakimləri əminin əhdi pozmasından narahat olub. Onu hakimiyyətdən kənar sayırlar və adını xütbələrdən çıxarıblar. Və hamısı bacardığı qədər qoşun toplayıb, İsa İbn Mahanla döyüşmək məqsədi ilə yola düşüblər. Bu xəbərlərin doğruluğuna əminsən? Bəli, böyük əmir, Kabilin ordusu artıq sərhəddi keçib bu tərəfə irəliləməkdədir. Küfə, Mosul və Hicaz orduları isə neçə vaxtı yoldadırlar. Hazırda çox güman döyüş meydanına yetişiblər və İbn Mahan ordusunu güdürlər. Digər vilayətlərdənsə, qasidlər təkcə ordu kəşfiyyatçılarını müşahidə eləyə biliblər. Orduları isə görməyiblər. Görürsüz əhdini pozanlar pis əməllərinin cəzasını necə çəkirlər? Lənət olsun əhdi pozanlara. Allah Lənət olsun. Əmrin taxtacı əbədi olsun.
İlahi amin. Ya əmir, sizin köməyinizə gələnlər müxtəlif vilayətlərdəndirlər. Hər bir dəstənin də özünə məxsus döyüş üslubu var. İcazə verin özümü onlara çatdırım və hamısını bir bayraq altında toplayım ki, bir sərkərdənin başçılığı altında və möhkəm nizam-intizamla vuruşa bilsinlər. Yox, Hərsəmə. Onlar heç bir əmir gözləmədən və hətta böyük əmirimizdən kömək barədə göstəriş olmadan yola düşüblər. Onda icazə ver, özləri istədikləri kimi, necə ki, bura öz qoşları ilə gəlirlər, meydana da eləcə atılsınlar və bacardıqları kimi də döyüşsünlər. Bir də ki, sən bizə burada daha çox lazımsan. Və yəqin ki, qələbədən sonra səni ağır məsuliyyətlər gözləyəcək. Ey böyük əmir, mən elə gəlir ki... Bilmirəm, Hərsəmə, bilmirəm. Fəzillə danış. Nə məsləhət görsə onu da elə. Fəzil, axı nə baş verir? İnana bilmirəm. Mən bu sakit cəmaatdan belə bir şey gözləmirdim. Niyə Harunun vəsiyyətinin həyata keçirməsinə belə cəhd göstərirlər? Halbuki sonda bu məsələnin onlar üçün bir xeyri olmayacaq. Dediklərimin hamısı yalan idi. Heç kim bizim köməyimizə qalxmayacaq. Yalan idi? Niyə yalan danışdın? Çünki bizim aramızda çoxlu cəsus var və bu xəbərləri tez İsa ibn Mahanın ovcuna yazacaqlar. Və o, başını itirib səhvə yol verəcək. Onun yersiz əks tədbirləri və əl-ayağa düşməsi Tahir üçün əlverişli şərait yaranmasına səbəb olacaq. Aramızdakı casuslar kimlərdir? Adları nədir? Deyəcəyəm mənim sərvərim, deyəcəyəm. Səbr eləyin, vaxtında hamısını bir-bir sizə tanıtdıracağım. Hələlikcə onların fəaliyyəti bizə sərf eləyir. İstəmirəm əmirin qəzəbi onları tutsun. İcazənizlə mən gedim. Qulaq asın, görün nə yazıb. Yazıb ki, bu məktubu alan kimi təbirləri çaldırıb, qoşunu döyüşə hazırla. Çünki tezliklə İsa ibn Mahan hücum eləyəcək. Bu məktubun mənası nədir? Fəzil hardan bilir ki, İsa bizə hücum eləməyə hazırlaşır. Keşfiyyatçılarımız İsa'nın ordusunda belə bir şey müşahidə eləyiblər. Xeyr, sərvərim. Bu İbn Səhl o qədər rəml atıb, gözlərini asimana dikir və ulduzları saymaqla məşğul olur ki, yavaş-yavaş ağlını da itirir. Elə bilir ki, qeybdən ona ilham və vəhd gəlir. Ona demək lazımdır, mömin, İsa'nın hücum eləmək fikri olsa, səndən tez xəbər tutarıq.
Biz yaxındayıq. Sənsə bir neçə günlük məsafədə. Ona layiqli bir cavab yazmalıyam. Qasid istirahət eləsin, sabah cavabımı Mərvə aparar.